Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Hal-hazırda Bakı şəhərində 2-ci Fəxri Xiyabanda Tovuz rayonundan olan qəhrəman qardaşımız Çavuş Qasımov Hacəli Tahiroğlu'nun timsalında ümumi Azərbaycan şəhidlərinə ehsan süfrəsi açılıbdır. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Biz də Tovuz Turan Şəhid Ailələri Birliyi adına tədbirdə iştirak edirik. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Şəhidlər qürurumuzdur, şəhidlər baş tacımızdır. Əziz dostlar, onu da nəzərinizə çatdırım ki, tədbirimizin təşkilatçısı şəhidimizin ailəsidir, şəhidimizin anasıdır. Allah ruhunu şad eləsin cəm şəhidlərimizin. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Allah verdiyiniz ehsanı qəbul etsin inşallah. Bütün şəhidlər. Amin. Bütün şəhidlərə Allah rəhmət etsin. Yeri cənnət olsun, mekanı cənnət olsun. Siz bu günləri böyük bir addım atmışsınız. Hacəlinin timsalında ümumi Azərbaycan şəhidlərinin adını anaraq bunların hər birinin adına ehsan süfrəsi verirsiniz. Bütün analarını da yapışır. Böyük bir ürəkdir. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Amin. Siz də var olun, çox sağ olun. Turan verdiyi Elman'a. Həqiqətən çox təşəkkür ederim ki, bizi tək bunu qoymadınız. Bizim yanımızda olsun. Allah sizdən razı olsun. Allah razı olsun. Bizim borcumuzdur. Biz həmişə sizin yanınızdayıq. Siz bizim anamızsınız. Allah razı olsun sizdən. Allah razı olsun. Əziz dostlar, gördüyünüz kimi Bakı şəhərində 2-ci Fəxri Xiyabanda Cənab Prezidentimizin göstərişindən inşa edilmiş şəhidlər üçün ehsan süfrəsi verilməyə gözəl bir görürsünüz məkandır. Çox gözəl təşəbbüsdür. Burada şəhid anaları gəlirlər evlatlarına ehsan verirlər. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin.